Tərəzidə şəkər atomunun 13 səbəbi var və bu səbəblərdən heç biri bilinmə ilə bağlı deyil. Bilirəm, çox zaman tərəziyə çıxanda çəkinin artımını görəndə stres keçirirsən, amma buna gərək yoxdur. Ötən videolarda ətraflı hamısını izah etmişəm və biz nəhayət bu seriyanın sonuna gəldik. Part 13. Tərəzidə şəkər artımının sonuncu səbəbi isə qidalara vurulan dadlandırıcılarla bağlıdır. Müasir dövrdə qidalara vurulan xüsusi dadlandırıcılar, rəngləndiricilər və trans yağlar bədənimiz tanımadığı üçün və emal edə bilmədiyi üçün bu zaman bədəndə iltihab halı yenidən başlayır və bədən özündə su toplayır. Bu qidalardan ümumi olaraq monosodium glutamat, hansı ki xalq arasında Çin duzu olaraq tanınır, hal-hazırda bir çox qidaların, paket qidalarının tərkibində var. Bağlı mən bir videoda çəkmişdim, səhifəmdən videoya baxa bilərsiniz. Çin duzu ümumiyyətlə bədəndə şişkinlik yaradır. Bu kimi qidaları yediyin zaman nə baş verir? Səhər oyananda üz, göz, bədəndə şişkinlik yaranır və tərəzidə təbii ki 1-2 kiloqram şəkər artımı olur. Yəni bunların yenə də heç biri piyələnmə ilə bağlı deyil. Bu sadəcə bədənin su toplamı. Həmçinin tərkibində suni dadlandırıcılar olan qidalar bağırsaq səthinin zədələnməsinə gətirib çıxarır ki, bu da gələcəkdə həzmsizlik, narahatçılıq, uzun müddətli şişkinlik halı ilə nəticələnir. Əgər sən 2026-cı ildə ən yaxşı formanı yaratmaq, çəkini sağlam şəkildə azaltmaq və yaxud da ki artırmaq, enerjini artırmaq, özünü daha sağlam, daha güclü hiss etmək istəyirsənsə, rəylərə məlumat yaz. Sənin orqanizmə uyğun olan və sənə mane olan səhərləri birlikdə araşdıraraq fərqləşdirilmiş bir proqramla istədiyin nəticəni əldə edə bilərsən. Və sizə bir yaxşı xəbərim daha var. Tezliklə yeni seriyamız start verir. Səhifəmi izləmədə olun ki, yeni seriyanı qaçırmayasınız.